Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Önce herkesin Allah Teala oruçlarını kabul etsin. Oruç tutanların, niyet edenlerin Allah niyetlerini kabul etsin, iman versin, orucunu başa çatmağa Allah nasip etsin. İnşallah seher cümədir. Necə Allah Teala orucu bize vacip buyuran kimi cüməni de bize emretmişkin. 62. Cümə suresinin 9. ayetinde Allah-u Teala buyurur ki: Ey iman getirenler! Cümə günü namaza çağrıldığınız zaman Allah'ı zikretmeye tələsin ve alışverişi bırakın. Bilseniz bu sizin üçün ne kadar hayırlıdır. 10. ayette ise namazı kılıp kurtardıktan sonra yeryüzüne dağılıp Allah'ın kereminden ruzi dileyin. Gene öz işinize kaydın ve Allah'ı çok zikredin ki belki nicat tapıp saadete kavuşasınız. Her iki dünyada muradınıza yetişesiniz. Bəli, necə bizə oruç vacib olan kimi cümə də şərtdir. Cüməni sevmək vacibdir. İnsanlar var, bəli, oruç tuturlar, ama namazı, oruç tutmaq Allah'a bir qırıq yaxınlaşmaq. Namaz ondan da biraz çox, qalanı ondan da çox. Ama vay o kəsləri ki, nə cümasını sayır, nə orucunu. Oruç tutan kəslərə də ən böyük məsləhətim nədir? Heç olmasa elə kəslər var ki, yeni oruca başlayır ama hələ namazı qılmağa tələsmir və yaxud da biraz qorxur. Bəzi insanlar var ki, Allah'tan qorxmaq lazım deyil. Allah'a ne kadar yakınlaşsak Allah da bize o kadar yakınlaşacak. Cümə günü Allah buyurur, cümə namazına gidin ve sonra ise Allah'ı çok zikredin. Çünkü cümə günü elə bir vaxt var ki, o vaxtda Allah bütün duaları qəbul edir. Yani o saniye, o dəqiqə Allah'ı çok zikredərsən, çok dua edersen, sənə də həmin vaxt yetişər. Odur ki, namaz qılmayan belə, heç olmasa gedib o cümə günü o məsciddə, qıraqda oturub o xutbəni dinləsəydi, nə gözəl. Allah Teala hər kəsin cüməsini mübarək eləsin, oruçlarını qəbul eləsin. Hər kəsə cüməniz mübarək, Ramazanınız mübarək deyirəm. Allah hər kəsə layiqincə oruç tutmağı, namaz qılmağı nəsib eləsin. Allah'a yakınlaştıkça Allah da sana yakınlaşacak. Allah'ın en büyük merhameti Ramazan'a başlıyor. Ramazan'da Kur'an-ı Kerim indirilib. Allah Teala bize Kur'an-ı Kerim'de insan gibi yaşamak öğretir. Odur ki Kur'an öğrenin, namaz kılın. Allah'a yakınlaşın ki Allah da bize yakınlaşsın. Allah herkesin ibadetlerini kabul etsin. Cüməsini mübarək eləsin. Esselamu Aleyküm və Rəhmətullah.